Əvvəllər nömrənin aktiv qalması balansda yüklənən məbləğə əsasən müəyyən edilirdi. İndi isə balansda tarifin abunə haqqı qədər vəsait olduqda nömrə 30 gün tam aktiv qalacaq. Bu sözləri Xəzər xəbəri açıqlamasında Azərsel Telekomun Müştəri Xidmətləri Departamentinin direktoru Faiq Dadaşov bildirib. O qeyd edib ki, Azərsel fakturasız xətt istifadəçiləri üçün danışıq kartlarının istifadə müddətlərini yeniləyir və yükləmə məbləğlərinə görə bu müddətlər sadələşdirilir. Eyni zamanda internet paketlərinin şərtləri və istifadə müddətləri yenilənir. Belə ki, burada əvvəlki istifadə məntiqinin daha rahat məntiqlə dəyişdirilməsi prosesi baş verir. Bu nə deməkdir? Bundan öncə xəttin iki tərəfli aktiv qalması üçün balansa müəyyən qədər vəsaitin yüklənilməsi tələb olunurdu. Məsələn, ay ərzində 2 manat vəsait yüklüyürdünüz. Bunun cəmi 10 gün vaxtı olurdu. 10 gündən sonra xidmətlər məhdudlaşırdı və abonent növbəti vəsaiti balansına yükləmə məcburiyyətində qalırdı. İndiki dəyişikliklər nə verəcək? Əlbəttə ki, abonentlərimizin daha rahatlığını təmin etmək üçün istifadə etdiyi tarif paketinin daxilində istifadə müddətini 30 günə qədər uzatmış olur. Yeni qaydaya əsasən balansda 2 manat tarifin tələb etdiyi qədər məbləğ olduğu halda xətt tam olaraq 30 gün ərzində aktiv şəkildə qalır və bundan sonraki dövrdə isə yenilənmə baş vermədikdə 90 gün ərzində istifadəçi həm zəngləri qəbul edə bilir, həm də mesajları qəbul edə biləcək. Müştəri Xidmətləri Departamentinin direktoru Faiq Dadaşov həmçinin sosial şəbəkələrdə qiymət artımı ilə bağlı yaranan müəyyən çaşqınlıqlara da aydınlıq gətirib. O əlavə edib ki, tariflərin qiymətləri artırılmır. Xeyr, heç bir tarif artımı baş vermir. Sadəcə olaraq qeyd etdiyim kimi tarif paketləri indiyə qədər mövcud olan bütün tarif paketləri olduğu kimi qalıb. Sadəcə olaraq paketlərdən istifadə abonentlərin daha rahatlığını təmin etmək üçün 30 günə qədər istifadə müddəti uzadılıb. Yəni, bundan öncə də qeyd etdim, əvvəl tarifin, nömrənin aktiv qalması üçün 2 manat 10 gün təşkil edirdisə, indi 2 manatlıq tarif artıq 30 gün ərzində aktiv qalacaq. Abonentlərimiz hazırda mövcud olduqları tarifin abunə haqqını vaxtında ödəməklə tariflərini aktiv şəkildə, nömrələrini aktiv şəkildə saxlaya bilirlər. Faiq Dadaşov vurğulayıb ki, cari istifadəçilər üçün heç bir dəyişiklik yoxdur. Əgər abunəçi artıq Azərselim, bölgə, Gəncsim, Gəncol kimi tariflərdən birinə qoşulubsa, həmin tarifdən istifadə etməyə davam edə bilər. Sadəcə olaraq 1 iyul tarixindən etibarən yeni qoşulmalar qəbul edilməyəcək. Əgər abunəçi 1 iyul tarixinədək tarifini dəyişməsə, mövcud tarifindən istifadə etməyə davam edə biləcək. Nərmin Məmmədhəsənli, Vüsal Cəfərov, Xəzər xəbər.